Salam. Dərsdən bizim qalan suallarımız var idi. Deməli, dim kimya 2-ci hissə test toplusu 2025 səhifə 343 genetik əlaqə. Bu üzv birləşmələr arasında genetik əlaqədən dərsdə qalan suallar. Deməli, başlayırıq 102-dən. Baxaq. Bizdən Z maddəsi müəyyən etməyimizi istəyir. Kalsium karbidin su ilə reaksiyasından kalsium hidroksidlə asetilen alınır. İndi burada kalsium hidroksid xlorla reaksiya girə bilər. Kalsium xlorid və su alınır. Amma biz görürük ki, burada karbonlu birləşiklərdir cavablarda. Ona görə X maddəsi asetilendir deyəcəyik. Asetilen hidrogen xloridlə reaksiyasından pirapten biri qırılır. CH2 2 qat CH xlor, vinil xlorid alınır. Y maddəsi budur. Xlor da vinil xloridə birləşdikdə pirapten daha biri qırılır. CH2 xlor, CH xlor 2 alınacaq. CH2 xlor, CH xlor 2 A variantı. 1-1 2 trixlor etan. Sonra 106-cı sual. Deməli, burada nədir? 1,3 dixlor propana natrium ilə təsir etsək disklopropan alınır. Bir də natrium xlorid. Suda məhlul ilə təsir etsək 2 mol. Halogen sayı qədər OH yaranar. Yəni propandiol 1,3. Cavab B variantı. 110. Sirkə turşu xlor ilə reaksiyasından hidrogen, bu hidrogenin biri əvəz olunur. Xlor sirkə turşusu alınır. X maddəsi xlor sirkə turşusudur. Xlor sirkə turşusunun amoniakla reaksiyasından amonium xlorid və amin sirkə turşusu, yəni glisin alınır. X2 maddəsi glisindir. Glisinin glisinlə reaksiyasından glisinin dipeptidi alınır. Cavab B variantı. 113. Heksanın 4 mol hidrogen çıxdıqda burada benzol, X1 maddəsi benzol, benzolun xlorla dəmir xlor katalizatoru iştirakında C6H5 xlor benzol alınır. Onda natrium hidroksidlə reaksiyasından C6H5OH fenol alınır. Y maddəsinin homoloqunu istəyir. Yəni fenolun homoloqu krezol olar. Krezollar homoloq idi fenol ilə, yəni metil qrupu olurdu burada. Məsələn, bu ortokrezoldur. Cavab Y variantı. 119. 1 brom 2 metil propanın kalium hidroksidin suda məhlula təsirindən, suda məhlulda dedik ki, nə verəcək bizə? Halogen yerinə OH gələcək, yəni bura OH gələcək. Halogen yoxdur, düşünün. Və bunun H xlor ilə reaksiyası qatı sulfat iştirakında H ilə OH suya çıxır. Bura xlor gəlir təzədən bromun yerinə. Və natriumla Würz reaksiyasına zəncirin, bu gördüyünüz zəncirin kopyalanması baş verir. Buradan bir CH2, CH, CH3, CH3 alınır. Bunu indi biz əsas zəncir belə seçib nömrələsək 1, 2, 3, 4, 5, 6, 2,5 dimetil heksan A variantı olacaq. 120-yə baxırıq. Metil spirtin CO ilə reaksiyasından sirkə turşusu alınır. CH3COH. Metil spirtin misoksid ilə oksidləşməsindən qarışıq halda idi. HCHO. Və metil spirtin etil spirti ilə THC 140. Metil etil efiri CH3OC2H5. Metil etil efiri cavab Y variantı olacaq. 123, 125. Z maddəsini müəyyən edin. Glukoza spirtə qızqırmasından etil spirti və karbon dioksid alınır. İndi etil spirti natrium hidroksidlə reaksiya girməz. X CO2'dir. CO2'nin natrium H-la reaksiyasından birin birə natrium hidrokarbonat alınır. Y natrium hidrokarbonatdır. Və natrium hidrokarbonatın natrium H-la reaksiyasından natrium karbonat alınır. Z maddəsi natrium karbonatdır, D variantı. 125 dedik. Etil spirtinin
T bölü 140 derece. Dehidratlaşmasından burada etilen alınır C2H4. Etilen H klorla reaksiyasından etil klorid C2H5 klor. Etil klorid natrium hidroksid suda suda məhlulda etil spirti verəcək C2H5OH. Etil spirtin qarışıq atörsündə reaksiyası efirləşmədir. HCO, C2H5 və su alınır. Y burada etil formiat su da ola bilər. Baxırıq. Etil formiat B variantı götürürük. 127. 1 xlor propan natrium ilə bu bizə verəcək. Radikalın uzanması baş verəcək. Heksan verəcək bizə C6H14 N heksan. Qələvi spirt bizə nə verəcək? Halogen sayı qədər pi verirdi. Yəni etilen propilen verər. Xlor buradan çıxır, H buradan çıxır. Qələvi su isə halogen sayı qədər pi verər. Xlorun yerinə OH gələcək. Propanol 1 olacaq. Demək, propen demişik. Üçünün də uyğun gəldiyi C variantı. 128. Etil spirti H xlorla etil xlorid. Qələvi spirt etilen C2H4. Qələvi spirt halogen sayı qədər pi verir. Və bu da kalium permangat oksiləşdikdə etilen glikol, kalium hidroksid və manqan 4 oksid alınır. Cavabımız C2H4OH2 D variantı. 130. Hansı sxemdə metandan anilin alınmaz? Metandan asetilen alınır. Aktiv kömürdə benzol alınır. Benzoldan nitrobenzol sonra anilin alınır. Yəni metan, asetilen, benzol, nitrobenzol hidrogenləşərək anilin C variantı. Digər cavablara baxmağa ehtiyac yoxdur. 131. Qarışqa turşusu qat sulfat iştirakında susuzlaşdıqda karbon monoksid, sirkə və sirkənin də P2O5-dən su çıxdıqda sirkə anhidridi CH3CO2 verəcək. Deməli, karbon monoksid, sirkə turşusu, sirkə anhidridi cavab Y variantı. Sirkə anhidridini belə də görə bilərsiniz. Bura bir formulunu da qoyaq. 2 mol sirkə turşusundan 1 mol anhidrid və 1 mol su alınır. 134. Hansı sxemdə Y maddəsi turşudur? Etil spirtinin misik oksilə oksiləşməsindən X sirkə aldehidə alınır CH3CH. Və bu oksiləşməni ifadə edir. Y bəli sirkə turşusudur. Cavab A'dır. Etanın brom ilə reaksiyasından etil bromid alınır. Etil bromid və H-brom. Etil bromidin də hidrolizindən C2H5OH alına bilər. Sirkə aldehidinin hidrogenləşməsinə etil spirti. Etil spirtin qat sulfatla qızdırılmasından indi burada etilen də alına bilər. Dietil efir də alına bilər. D-də butanın katalitik oksiləşməsidir. Yadda saxlayın ki, oksigenlə reaksiyada oxun üstündə kat görürsün, yəni katalizator. Bu oksiləşmədir. Olmasa yanmadır, CO2 alınır. Olsa oksiləşmədir, sirkə turşusu alınır. X sirkə turşusudur. Sirkə turşusu metil spirtdən reaksiyasından metil asetat mürəkkəb efir alınır. Sirkə turşusu natrium OH-la reaksiyasından natrium asetat, natrium asetatın da natrium hidroksidə əridilməsindən metan və natrium karbonat alınır. 145, 134 idi və 145. Deməli, bu suala baxdıq elə bil. Bəli. Burada T bölü 100 su çıxsa, buradan OH etilen, yəni etilen neydi? Alken alına bilər. H-bromla reaksiyaya girəcəyinə görə alken deyirik. T bölü 140 versək daha yaxşı olardı. Bu alkenin H-bromu ilə reaksiyasından Markovnikov qaydası üstündə H 2 qata çox olan, hidrogen çox olan 2 qata, brom da hidrogeni az olan 2 qata gələr. Yəni, buradan pi qırıldı. Belə bir formul yaranar. Və bu formulun da natrium ilə reaksiyasından, baxın,
Bu metillə, metil olacaq da bu H-ın biri ora gəlirdi. Bu yoxdur artıq. Belə bir form oldu. Metillə bromun yerini dəyişək. Daha rahat olsun. Metili bura gətirək. Bromu da bura gətirək. Düşünün ki, burada brom var. Bura yoxdur. Ya da istəyirsiniz, mən bunu sizin üçün belə yazım. Bu belədir. Burada bromla metilin yerini dəyişək. Hürs reaksiyasında zənciri rahat uzada bilək. Bunun natriuma təsir etdikdə güzgü burada qalır. Belə bir zəncir alınacaq. Bunun da adı 1, 2, 3, 4, 5, 6. 2, 3, 4, 5 tetrametilheksan. 2, 3, 4, 5 tetrametilheksan D variantı. 148. Etilenin turşu iştirakına hidratlaşmasına etil spirti. Etil spirti mis-2 oksidlə oksidləşməsinə sirkə aldı idi. Sirkə aldı idi mis-2 hidroksidlə mis-1 oksid və su. Bu sirkə aldı idinin oksidləşməsidir və sirkə turşusu əmələ gətirir. İndi Y maddəsi üçün doğrudur. Etil spirti ilə sadə efir əmələ gətirməz. Mürəkkəb efir verər. Suda əldə olmur, yalandır. Sirkə çox yaxşı əldə olur istənilən nisbət. Bir atomu spirt deyil, xlorla reaksiya daxil olur, doğrudur. Xlor sirkə turşusu alınırdı. Karbon turşuları ilə mürəkkəb efir əmələ gətirir. Xeyr, bu özü karbon turşusudur. Spirtlə mürəkkəb efir əmələ gətirir. Cavab D variantı oldu. 149. Hansı birləşmə hidrolizə uğrayır? Yağlar hidrolizə uğrayırdı. Spirtlər hidrolizə uğramaz, aldehidlər uğramaz. Zülallar uğrayırdı, mürəkkəb efirlər uğrayırdı. Yağların hidrolizindən indi turş və qəvə mühitdən asılı olaraq spirt və turşu və ya spirt və duz alınır. Mürəkkəblə hidrolizindən yağlar elə mürəkkəb efirdir, onsuz da bunlar eyni olacaq. Zülalların hidrolizindən alfa amin turşu alınır. 1, 4, 5 cavab C variantı. 152. Xlor sirkə turşusunun amonyakla reaksiyasına amin sirkə turşusu, yəni amin etan turşusu alınır. Bunlar getdilər. Və burada da xlorun yerinə NH2 gələcək. 2 amin propan turşusu. Cavab B variantı. 154. Butandiol bir üçün H-xlorla reaksiyası deməli 4 dənə karbondur. Butandiol 1 OH, OH. Bu H-xlorla reaksiya girdikdə OH-ların yerinə xlor gələr. Bununla natriumla reaksiyasından təbii ki, qonşu olmayan dihalogen alkana natriumla təsir etdikdə 1,3 vəziyyətə görə, xlorların 1,3 vəziyyətinə görə zəncir bağlanar, metil disiklopropan alınır. Cavabımız da Y variantı olur. 158. Propenin xlor ilə reaksiyasından 1,2 dixlor propan alınır. X maddəsi. Qələvi spirt halogen sayı qədər pi verdiyi üçün 3 qat rabitə gələr. Qələvi su halogen sayı qədər OH verdiyi üçün 2 OH gələr. Demək, diol alınır. 2 atomlu spirt. Təyinə gəlincə, alkinləri təyin etmək olar brom və ya kalium permanqanat məhlul rəngsizləşməsinə görə. Diolları təyin etmək olur. Mis-2 hidroksidə parlaq göy rəng əmələ gətirməsinə görə cavab B olacaq. Və davam edirik 159-cu sual. 2 metil 1,6 dibrom heksan. Deməli, 6 karbon 2, 4, 6. 2-də metilimiz 1,6 dibrom 1, 2, 3, 4, 5 dibrom heksan. Buna natrium ilə təsir etsək, bromların 1,6 vəziyyətinə görə 6 bucaq və bir metilimiz qalacaq. Bu metil budur. Metil disikloheksan alınır. Bundan 3 mol hidrogen çıxsaq, pi sistemi yaranır. Metil benzol, yəni tolol alınır. Tolola da nitrat turşusu ilə təsir etsək, 2, 4, 6 trinitrotolol, trotil və ya tol alınır.
İndi X, Y, Z maddələri. X metil disikloheksan, Y tolol, Z isə 2,4,6 trinitrotolol D variantı. 161. Aha. Deməli X mis-2 oksidlə əgər bunu veribsə, deməli X etil spirtidir. Və Y də sirkə turşusudur. Ben bu qədər. Cavab D. 164. Hansı ifadələr nitrat turşusu üçün doğrudur? Tololla 2,4,6 bayaq gördük ki, bəli. Etandiol bir iki reaksiya daxil olmur, yalandır. Diol, ümumiyyətlə ol varsa, OH var. OH olanlar turşularla reaksiya girir. İstir oksigenli, istir oksigensiz. Selloza ilə reaksiya mürəkkəb efir alınır. Bəli, selloza da bir növ spirtdir, OH var. OH olduğu üçün oksigenli turşu ilə mürəkkəb efir verər. Bu doğrudur. 2 yanlışdır, olmur deyir burada, ona görə yanlışdır. Doğru cavab 1 və 3 D variantı olacaq. 164, 166, 167. 166. Deməli, benzolun xlor ilə dəmir xlor katalizator iştirakından C6H5 xlor və H xlor alınır. İndi natrium xlor çıxır. Bu su da ola bilər. Su olmasa C6H5OH da ola bilər. Çünki XH xlor olsa natrium xlor və su alınır. X C6H5 xlor olsa natrium xlor və C6H5OH alınır. Deyir, Y maddəsi üçün istifadə doğru deyil. Bir dəqiqə. Y su ola bilmir. Hə, ola bilər. X olsa bu. Ben. Polimerləşir. Heç bir polimerləşmir. Doğru deyil. Cavab variant. Qələvə reaksiya daxil olur. Məsələn, bu sual yarımcıq. Suyu düşünsək, bəli, olmur. Bu da səhvdir. Yaxşı mı? Yəqin ki, burada Y üzvü maddəsi desəydi daha yaxşı olardı. O zaman biz bilərdik ki, yəqin ki, burada fenolu istəyir. Fenol üçün soruşur. Fenol zəif də olsa turşu xassəlidir. Qələv ilə reaksiya girər. Nitrat turşusu, pikrin turşusu verər. Bəli, 2,4,6 trinitro fenol və bu pikrin turşusudur digər adıyla. Bromu sürənsizləşdirir. Bəli. Daş kömür qatırandan bəli. 166 idi. 178. Yox, 167. Asetlenin trimerləşməsindən benzol, qarışqa aldehidin oksidaşməsindən qarışqa turşusu və qələvi suda etilen glikol. Suda yaxşı həll olur. Benzoldan başqa digər ikisi suda yaxşı həll olur. Y və Z variantı. Ümumiyyətlə karbohidrogenlər suda həll olunur. 178. Kalsium karbidin suda hidrozindən kalsium hidroksid və asetlen alınır. Kalsium hidroksidi yanmayacağına görə asetlen yanmasından karbon qazı və su alınır. Bu yəqin ki, karbonla reaksiya olar. CO natrium OH ilə HCO natrium. HCO natrium gümüş peroksidə reaksiyasından qarışqa turşusunun duzları oksidaşında turş tuza natrium hidrokarbonata çevrilir və gümüş alınır. 184. Deməli, X, Y, Z maddə hansına su ilə müxtəlif cinsli qarışıq verir? Elə birincisi X, çünki benzoldur. Qələvi suda xlor sayı qədər OH verir, C2H5OH. Bu suda yaxşı həll olur. Etil spirtidir və butanın katalitik oksidaşməsindən də sirkə turşusu alınır dedik. Sirkə turşusu da suda yaxşı həll olur. Cavab yalnız müxtəlif cinsli deyil üçün C6H6 benzol A variantı olacaq. 183 var imiş. Hansı reaksiya üzvü maddə alınır? Deməli, metil spirti alındı. Bu qarışqa turşusu CO plus H2 alınır. Buradan da natrium hidrokarbonat və mis piroksid və su alınır. Üzvü maddə birincidə alındı. Yalnız bir. B variantı.
185. Deməli, CH5 CO natrium natrium H reaksiyasında benzol alınır. Eyni tip suallardır. Bu nədir var? Qələvi sudan halogen sayı qədər pi. Deməli, bu əmsal versələr daha yaxşı olar. Çünki belə şagirdi çaşdıra bilər. Etilen glikoz suda yaxşı həll olur. Müxtəlif cinsli qarşılıq dediyi üçün Y-ləri çıxırıq. X olacağına görə Z olacaq. CH5NO2 nitrobenzonun hidrogenlə reduksiyasına anilin alın. CH5NH2. Cavab X və Z variantı. 186. Etil spirtinin T bölü 140 dərəcə. Bu etilen verər bizə. Alüminium oksid bu Lebedev reaksiyasında etil spirti divinil verər. Və burada da qələvi spirt yenə də propilen verər. Bunların hamısı polimerləşə bilir. Cavabı varsa götürürük. Cavab C-dir. Bir molekul 2 brom molekula reaksiya girər. Bu divinilə aiddir. 2 pisi var. Yalnız divininə aiddir bunların içində. Molekulda 2 pi rabitə ilə divinilə aiddir. Polikondensləşmə heç biri CNH2-nin 1X və Z aiddir, Y aiddir. Cavab C olacaq. 190. Aha. Qarışqa turşusunun gümüş peroksid oksijenləşməsindən CO2, su və gümüş alınır. Burada X qat sulfatdan reaksiya gümüş bir sulfat alınıbsa, deməli X gümüşdür. Burada əlavə olaraq SO2 və su alınır. Gümüş bir sulfatı özü çıxıb, su da natrium H-la reaksiya girməyəcəyinə görə bu SO2-dir. SO2 də 2 mol natrium H ilə natrium sulfit verirdi. 1 olsaydı natrium hidrosulfit verərdi. 1'in 1 olsaydı. Natrium sulfit B variantı. 196. Hansı mərhələdə doğrudur? Deməli, xlorin sirkə turşusu reaksiyasında buradakı hidrogen əvəz olunub. Bəli, bu doğru. Burada xlor yerinə NH2 gəlməlidir. Bu da doğru. Amma sirkə turşusu natrium xloridi duzundan çıxara bilməz. Xlorid turşusunu çıxara bilməz. Çünki sirkə xloriddə zəifdir. Onun duzunu çıxara bilməz. Onu duzdan çıxara bilməz. Ona görə yanlışdır. 1 və 2 doğrudur. 196. 197. Etil spirti mis-2 oksidləşməsindən sirkə aldeydi. Sirkə aldeyinin hidrogenləşməsindən tezdən etil spirti CH3, CH2H və oksidləşməsindən də sirkə turşusu alınır. Molyar kütlənin artma sırası ən kiçik X olacaq, sonra Z, ən böyük Y olacaq. X, Z, Y. A variantı. 197'ni boş yere izah elədim. Neysən yox imiş. 213. Deməli 213'də nə var? Karbohidrogenlərin karbon sayıları eynidir. Karbohidrogenlər qaz halında sıxlığın artma sırasını göstərir. Sıxlıqlar normal şəraitdə rho bərabərdir. M böl 22/4'dür. İndi 22/4 hamısında 22/4 olacağına görə molyar kütləsi böyük olanın sıxlığı daha böyük olar. Karbon sayıları eynidirsə, molyar kütlə artıq burada qalacaq hidrogen ümidinə. Hidrogeni az olan 2-2 ən kiçik olacaq və sıxlığı da ən kiçik olar Z. Sonra X ən böyük də Y olar. ZX, Y, D variantı. 255'e baxaq. Deməli, burada nə var? Metanın O2 ilə oksidləşməsindən müxtəlif məhsullar alına bilər. Əgər bu məhsul fenolla polikondensləşir, hidrogenləşir, kalsium hidroksid məhluluna keçirilir, deməli bu qarışqa aldeydidir. Qarışqa aldeydi fenolla fenol formaldehid qatıranı verər. Bu olar. Hidrogenləşdikdə metil spirti verər. Kalsium hidroksid məhlulundan keçdikdə isə bu glukozaya çevrilir. Cavabımız da burada C variantı olar.
270. XYZ maddələrinin su ilə birləşmə reaksiyasından alınan məhsullar etanol. Sirkə aldehidi alınıbsa X asetlendi. Aseton alınıbsa propindi. Y. Və etanol, etil spirti alınıbsa etilendi. Molekula kimyəvi rabitə əmələ gəlməsində iştirak edən qeyri-hibrid orbitalların sayı. Qeyri-hibrid orbitallar karbohidrogenlər üçün rabitə yaradan H+2 pi idi. Yəni birincidə 2H var. 2. Pidos 2 pi var. Piləri də 2'yə vursaq 4. O da 2, 6. İkincisində 4H var. 2 pi var. 2'yə vursaq o da 4. 8. Üçüncüsündə 4H var. Üstünə də 1 pi-ni 2'yə vursaq 2 gəlsək 6. Deməli Y çoxdur X və Z-in bərabərliyindən A variantı. $279. Glikozanın qızqırmasına 3 məhsul alınıbsa əgər bu süd, yağ turşusu, karbon qazı və sudur. Qarşıdan hidrogendir. Hidrogen yazdım. Etil spirtin 425 reaksiyasından divinil, su və hidrogen alınır. Və etil spirtinin parçalanmasından 2 cür məhsullar verə bilər. Bir etilen və su, yəni ml etilen və su ola bilər. Bir də dietil efir və su ola bilər. Temperaturu vermədiyi üçün biz bunu bilmirik. Ona görə sadəcə hələlik bu şəkildə saxlayaq. İndi biz baxaq oxşar maddələrə. Məsələn, bu reaksiyada da hidrogen var, aşağıda da var və Z deməli hidrogendir. Z hidrogendir. Sonra hər üç deməyək. Bu və bu reaksiyada su var. Deməli L sudur. L sudur. L istəyib bizdən, istəməyib. L sudur. Təyin olmamış maddə bir də Z çıxdıq. L çıxdıq. L çıxdıq. Və deməli T divinildir. T divinildir. Budur ya da bu. Bunu da tapdığımıza görə X, Y qalıb. X ya sirkə turşusu ya karbon qazı. Cavab çıxdı əslində. Çünki bizə uyğun qalan cavablar B və Y idi. Və B və Y-yə də uyğun gələn ya karbon qazı ya sirkə yağ turşusu olmalı idi ki, o da Y variantındadır. Deməli M də etilendi. Amma 1 molun tam yamasına alınan CO2'nin sayına görə hərəkət eləsəydik, məsələn, Y A mol karbon qazı verir, M 0.5. Yəni Y-də olan karbon sayı, demək ki, Y yağ turşusuymuş, 4 karbon var. Və ondan yağ turşusundan 4 mol CO2 alınır. Amma M də deməli etileniymiş ki, etilendə 2 karbon olduğu üçün 2 mol CO2 alınır. Və A 0.5 A münasibətini burada görə bilərik. Cavabımız da Y variantı oldu. 288. Hansı mərhələlə birləşmə reaksiyasıdır? CO-nun natrium OH-la reaksiyası ilə birləşmədə HCl natrium alınır. Birinci mərhələ. HCl natrium qat sulfatla HCOH və natrium hidrosulfat və ya sulfat verər. Mübadilədir. Qarışqa turşusunun gümüş peroksidə oksidaşmədir. CO2, gümüş və su verir. Və CO ilə O2 də CO2 verir. Bu birləşmədir. 1 və 4 olacaq cavabımız. 299. Deməli, metanın katalitik oksidaşməsindən əgər bir məhsul alınıbsa bu metil spirtidir. 2 məhsul alınıbsa, yəni su da alınıbsa, bunlardan biri qarışqa aldehidi və su, bir də qarışqa turşusu və su reaksiyalardır. Demək ki, X və Y-dən biri qarışqa aldehidi, bir də qarışqa turşusudur. Z metil spirtidir. Z-in metil spirtin oksidaşməsindən
qarışqa aldehidə də alına bilər. Əslində qarışqa turşusu da alına bilər. Hələ saxlayaq. Qarışqa aldehid daha böyük ehtimaldır. Y özü deməli oksidləşdikdə CO2 veribsə bu qarışqa turşusu olma ehtimalı böyükdür. X da oksidləşib Y-ə, yəni qarışqa aldehidinə çevrilir. Y-ə çevrilirsə X qarışqa aldehidi, Y də qarışqa turşusu formiyyət olar. Formiyyət turşusu. X, Y, Z oksigenli üzvü maddələr hansı ifadələr doğrudur? Z natriumla reaksiya daxil olmur. Yox, girir. Natriumla girer. Bir atomu spirtdir. Y qatı sulfat iştirakı termik parçalanır. Bəli. Qarışqa turşusundan CO və H2 alınır. Z qaz halındadır. Bunlar heç biri X bir dənə qaz halındadır. Z yox. X hidrogenləşdikdə Z alınır. X qarışqa aldehiddə hidrogenləşdikcə Z metil spirti alınır. Doğrudur. X qaz halındadır. Bu da doğrudur. X, Y, Z maddələrin izomeri yoxdur. Bir baxaq. İzomerləri bəli yoxdur. Nə çox doğru cavab çıxdı burada. Bir səhvdir. Çünki daxil olmur deyir, amma daxil olur. Bir səhvdir. 2, 4, 5, 6. Baxaq bir də nəysə olur, olmur adam oxuyur. Doğru. 2, 4, 5, 6. Bu da son sualın izahı idi. Bu qədər. Sağ ol.